Salam olsun hər kəsə. Qardaşlar, bu tip növ aboyları, hər usta bacarmır. Ümumiyyətlə elə insanlar olur ki, özləri öz evlərində aboy yapışdırmaq istəyir, gedir dükandan alır. Dükan ona vinil adı ilə, filizin adı ilə, yəni kağız aboy verir, gəlir yapışdırır, yəni belə bir problemlər yaranır. Əgər sizdə kağız aboy almışsınızsa, görürsünüz ki, yapışdırırsınız, yəni belə köplər əmələ gəlirsə, divarı kleyləyirsiniz, aboy yapışdırırsınız, o köpür, qopardıb yenidən yapışdırırsınız, yəni heç bir şey etmirsiniz. Özünü kleyləsəz aboyun, yəni cırılacaq. Sadəcə divarı kleyləyib yapışdırsanız, köpəcək. Ona görə divarı kleyləyib yapışdırırsınız, bir 10 saniyə, 5 saniyə gözləyirsiniz, o köpəndən sonra görürsünüz köplər əmələ gəlir, qopardığınız kimi də yerinə təkrar yapışdırırsınız. Yəni bu kağız aboyunun ən yaxşı, yəni rahat variantı, yəni yapışdırmaq variantı, yəni budur.